İçərişəhərli Firəngiz xanımın evindəyik. 29 martın Firəngiz xanımın 92 yaşı tamam olur. Təbrik edirik Firəngiz xanım. Allah can sağlığı versin. Çox sağ ol. Evlatlarınızı, nəvələrinizi Allah xoşbəxt eləsin. Çox sağ ol. Firəngiz xanım İçərişəhərin canlı tarixidir. Neçə nəsil burada yaşayıb. Əvvəl mən özüm İçərişəhərin tarixi haqqında danışım. Demək, 12-ci əsrə qədər Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhəri olub. 12-ci əsrdə orada zəlzələ olanda Şamaxıda Şirvanşahı paytaxtı köçürüb Bakıya, gəlib İçərişəhərdə özü üçün saray tikib, Şirvanşahlar sarayı. O vaxtdan demək İçərişəhər olub, Bakı olub Şirvan dövlətinin paytaxtı. Zemfira müəllimə sizin qızınız. 160 nömrəli məktəbin rus dil müəlliməsi. O deyəndə ki, bəs anamın 92 yaşı var, İçərişəhərlidir, neçə nəsil. Nəsibə Zeynalovanın qohumudur. Sonra Eldar Mansurov, Bəhram Mansurov, onların qohumudur. Dedim, mən istəyirəm ki, anamdan bu haqda bir müsahibə alınsın ki, tarixdə qalsın da bu bildikləri. İçərişəhər haqqında anam çox şey bilir. Təəssüf ki, indiyəcən bizə Azərbaycan televiziya kanalları, mədəniyyət kanalı, Azərbaycan televiziya, ictimai televiziya sizinlə görüşüb bildiklərinizi öyrənməyib. Demək, Şirvanşahlar dövləti İslam dini yaranandan sonra müsəlmanlar yaradıb da ərəblər. Ərəb xilafəti gələndə bura, burada Şirvan dövlətini qoyub gediblər. 12-ci əsrdə salınıb da Şirvanşahlar dövləti. Orada şah gələndə İçərişəhərə yəqin öz ətrafındakı o bəyləri, xanları, nə bilim, zadəganları gətirdi də. Mən belə başa düşürəm ki, əsr İçərişəhərlərin hamısı kökü zadəganlardır da. Çünki sarayın ətrafında yaşamışsınız da siz. Yaxşı, sizin kim gəlib bura 12-ci əsrdə? Babuz, Ulu Babuz, ya kim? Mənim ulu babam bu evi tikdirib. Demək, babamın atası evi tikdirib. Babam üçün. Babam Həcmünə Sadıq Mahmudov. Annesi, adı Həcmünə Sadıq Mahmudov. Bu neçənci ildə tikilib bilirsiniz bu ev? Yox, onu bilmirəm. Onu bilirəm ki, babam bura 6 aylıq gəlir bu evə. Sonra babozdan sonra Atoz yaşayıb, Atozdan sonra siz. Siz 3-cü nəsilsiniz, 4-cü nəsil qızınız, 5-ci nəsil nəvələriniz. Bütün sizin də bu bina. Yox, binada biz yaşayırıq. Bütün bizim aşağı mərtəbədə, 1-ci mərtəbədə də mənim evlərim var. Onlar da sizin babozun olub da? Hamısını babamın atası tikdirib. Babam 6 aylıq olanda bura gəlib, burada da bu evdə böyüyüb, burada da evlənib. Firəngiz xanımın da varı olub da, atası ki, bu boyda o vaxtı bina daşlar. Buruqları olub, buruqları. Neft buruqları olub. Bəs nə yaxşı Sovet hökuməti bu evi almayıb sizə? Bunu almayıb. Mənim atamın evini alıb Sovet hökuməti. Mənim atam da mənim öz familiyəm, Ceviçi familiyəm Ramazanova'dır. Sonra indi ailə qurandan sonra yoldaşım dedi ki, mənim familiyamı keçmənlər. Olan da İçərişəhərdə evi vardı, yoldaşıdır. Qaynanamın evi vardı, qaynanam Mansurovlardan. Qaynanız? Mirza Mansur'un bacısı qızıdır, qaynanam. Bu Nəsibə Zeynalova da sizin qohumunuz, o nə qədər qohumunuz olur? O Nəsibə Zeynalova'nın anası mənim bibim qızıdır. Olan da burada evi olub? Onların da burada evi olub. Bəs sonra o ev necə oldu? Onlar da söküblər o vaxtı, xırdırlar, böyüyürlər. Nəsibə xanıma qalmışdı o evdə? Xeyr, pamoymu qalmayırmışdı. Bacısı burada olurdu. Nəsibə xanım rəhmətə getdi yazıq. Bacısı da rəhmətə getdi. Bəs Eldar Mansurovgilin evi qalır burada İçərişəhərdə? Bəli, evi var. Eldar Mansurovun babasının evi var. Mansur Mansurovun da evi var. Hələ bizim küçədədir. Burada təxminən neçə ev olardı İçərişəhərdə? Çoxdur, ev çoxdur. O vaxtı 500 ev olardı. Onu o vaxtdan da mənim köhnədən yadımda qalır. Çoxu burada bir-birinə qohum olub da yəqin yaşayanlar. Burada çox adam bir-birinə qohum olublar. Eləyiblər. Sonra
Mansurovların öyü Bayşet Kripasnoy'dadır bu yanda. Bizden eve çıkırsan düz onların tərəfidir. Da Sovet hükümeti öyü alandan sonra öyü de alırlar. Hamısı imуществоda aparıblar. Babam bu evləri verib, benim bu ana babam evləri verib atama, anama. O vaxt hələ bir otaq verirdilər, nə yaxşı bu Yox, bir boyda. otaq deyir axı. Biləndə Yoxsa belə bu çoxu indi- nəyə ala bilib o Sovet hökumətində? Bu öyü almayıblar da indi o Çünki vaxtı. eləsi deyir ki, aldılar evimizi, bizi bir dənə zizləməyə yerləşdirdilər. Elələr də olub. Sizin atanız nəsə yəqin babanız zirək adam olub ki, əlinə ala bilməyib. Firəngiz xanım, bu Nəsbə xanım rəhmətli də belə hökümlü olur, deyəsən bu içəri şəhərli qadınlar yaman hökümlüdür. Siz də maşallah bu yaşda hökmünüz bilinir. Yox. Ben qocalmışam da. Nəsə buran qadınları başqa cür hökümlü olurlar. Da, Siz inan, belə xoşlayırsınız hökümlü adamları, yoxsa belə sakit adamları? ne bileyim oğlum, necəsən indi. Şəxsən mən hökümlü adamları sevirəm. Kişi, qadın. Onlara çox belə nə cür demək, valeh oluram. Onlardan elə bir enerji alıram. Bax, maraqlı da olar mən üçün. Diktator xarakterli olur da Onu onlar. xarakterini, Ah qara. adam özü xarakterini bilmir də, onu qıraqdan baxan bilir xarakterini. Ha, o. Oturup duran bilir. Bəs Firəngiz xanım necə bunu satıb geyib bu təzə tikili novostroykalarda geniş ev almırsınız? Mən hələ könlü öyle istəyirəm, könlüydü də yaşayır. Bizdən diktatorlar həm də konservator olurlar da, onlar yeniliyi qəbul eləmirlər. Köhnəlik. Bu binalar haqqında da sizin məlumatınız var. Kimlərin olub bu binalar? Bu- Ətrafdakılar, kimlər? Bu Sovet hökumətindən sonra burada ev tikilməyib də, yəqin o vaxta kimi tikilib hamı. Hələ çoxdan tikilən evlərdi, könlü evlərdi. Remont edirdilər, arabi, remont edirdilər. Ağazeynal hamım. Ağazeynal mənim babamdır. Onun adını rəhmətliyi qoymuşlar mənim qardaşıma. O anadan olub 20-ci ildir mənim qardaşım. Onu ikinci oxuyurdu, qutardı, burada oxuyub. İkinci kursu qutaranda 41'de dava başladı. Dava başlayanda onu əskər gelmişti kanikula. Moskova'da oxuyurdu ikinci kursta. İnstitutda. Gelmişti Bakı'ya. Buradan da əskər apardılar. Sonra 43'te anama kağıt geldi ki on Smolensk'ın var. Bak orada o şeydi o. Anam Allah için rahmet kağıtlarını da göndermişler ki böyle yaxşı uşaq oğlandı, sizə baxır. Ananız da çox yaşayıb Firəngiz xanım. Anam yaşayıb 85. Ha, yaxşıdır. Ha. Ha. Siz dediniz, hansı anam dedi? Sizin babanızın olur. Bura Necə? Həc Mahmud oranı deyirsən. Hacı Ramazanov evinin yanındakı hamam Ha. onlara aid oldu, ailəsinə aid oldu. Ne Ramazanov deyim. Bəli, evinin yanındakı hamamda Orada düzdür. teröristdən çıxartıblar. İndi o hamamı kim işlədir? O sizin mülkiyyətiniz olmalıdır da. İşləyir o hamam. İşləyir. Və niyə onu sizə qaytarmırlar? Axı babanızın olur. İstəməmişik. İstədənim də yoxdur nəyim onun. Üstünde yazısı olsun, o yazısı yoktur. İstəyirsiniz babanızın adı yazılsın, yazılmır üstünə. Ne yazdım? Gezmiştim ki yazsınlar. Evet. Üstünde yazılmıştı. Uniskan'ı Sonra da götürürler. yoktu. Aa. Şimdi Lövhəni götürüblər də, hə? Ha. Demək istəyirsiniz ki, babanızın hamamının üstünə yazılsın. yazılsın. Adı nədir babanızın? Ağazeynal Ramazanov. O hamam Ağazeynal Ramazanov. Da, da. Siz halallıq olmalıdır da, o üstündə- tikibdə onu. Bu öylərdim. Anam ben buradan gelin dedim ora. İndi o hamamı tikməyə neçə başa gələr? Ha, bilmiyorum vallahi. O şəxsi hamamları olub da onların düzdür, ailəsi üçün ancaq Nene da. hamama gedəndə həftədə bir dəfə. Burada Daqaborla da var. Burada düşdün. Arendaya verirdilər hamamı. Nenem həftədə bir dəfə hamama gedəndə qulluqçuların hamam bağlanırdı ki, nenem qulluqçuların hamama gedir. Xazinin arvadı gələcək Hə, bağlı. hamam bağlanırdı xanım üçün. Aa.
Amma belə vaxtda cəmaət gəlib çimirdi də. Onu araya Belə verdi. vaxtı İndi bəs o kimdədir o hamam kimsə onun Kimsə onu sahibidir işlədir də. də, işlədir kimsə. Amma kimi dövlətin Amma onun olmazda üstündən yerinə yazılarını sahibkar götürürlər. Dövlətlidir. Devran qabağı olur. Və Firəngiz xanım var dövlət qalmışdı Atozdan, Babozdan sizə Yox, qızıldan, yox. brilyantdan. Onlar yoxdur o şeylər. Anam, atam mən tez rəhmisə gedir. Mən 6 yaş olanda atam rəhmisə gedir. Allah rəhmət eləsin. Ha. Sonra anam da küfleti anam saxlayıb, qardaşlarım saxlayıb, Siz qardaşlarım. özünüz işləmisiniz? Bəli, Nə işləmisiniz? injiner kimik. Aa, İnstitut işləmişəm, Aynen. proyekt institut. Bilirsən kim gəlib yanvar? Kim? Padrogon Tamila. Doğrudan. Hə, qızı ilə. o da şəhərlidir. Yox. Neçəydi Aa, görmüşəm. Firəngiz xanım, və Nəsbə xanımla görüşüb eləyirdiniz. Ha, Bibimiz qızı ilə. Ha. Görüşürdük. Ha, necə o vaxt şəhərdə Novruz bayramınızda necə keçirdi? Yaxşı keçirdi, belə yaxşı keçirdi ki, Heydər Əliyev gələndə lap bunlar açdılar, hər şey faytonla, cadla, o maşına faytona oturdurdular, eləyiblər. Rəhmətli Heydər Əliyev gələndə mən də getmişəm görüşünə. Firəngiz xanım, burada deyirsə ancaq varlılar olur da, daxmaz da olmur. Hamısı bahalı evlər olur da. Biz öylər belə öylər olur. Və bunlar o vaxt varlı evlər salır da, daşdan, Ha. 2 metrə. Burada kasıb yaşamıyor. Bir metrdir var bu duvarlar. 81 metr. Mən 1 keçmişəm. metrini daşdandır da bu evlər. Ha. Onda belə çıxır ki, burada ancaq varlılar yaşayırlar. Gəldim ki, Burada kasıb adam olmuyor. bir kasıb var da indi gəliblər varlıları qulluq eləmək hesabı. Birinci mərtəbədə olublar, qulluq eləyirlər. Sizin əmviz Ramazanovun qızın Mərtəbənin bəli, bəli, bəli. Bax onun köçüb ura, böyük qardaşım, babamın yox, atamın böyük qardaşı. sizin əminiz, Əmim. böyük əminiz, bəli. Bax orada Noy Burak, Ağakərim, Həkim Mehmet Kərim Ramazan. İndi biz neresi Ağakərim dadı, rəhmətə getdi bu yaxında. Ona adını elədik. Amma ki, oğlanları da 2 oğlu vardı. Biri Hacı Ağa, biri də Həsən Ağa. Hacı Ağa doktordu. Simaşqı banitçasında işləyirdi, doktordu. Yoldaşı da doktor. Oğlu da bir tane oğlu oldu. Oğlan 11 aylık 1 yaşında olanda atası rəhmətə getdi. Oğlan da oxudu, oldu həkim. Neçə ili psixobanitçada Zavezuş adıyla işləyir. İndi rəhmətə gedir. Firəngiz xanım, Eldar Mansurov dilində yaxşı olub evləri də. Ha, Onların deyirsən, 3 mərtəbə. 3 mərtəbə evləri olub. İndi qalıb olar da. Qalıb mülkü, hə. O deyəsən, onların babası onun məktəb də tikdirib burada İçəri şəhərdə deyəsən. Necə? Məktəb tikdirib onun babası. Onu mənim yadımda yoxdur, mən deyə bilmərəm sizə. Mən olmuşam 33-də, oca Sovet vaxtı. Ha, Eldar Mansurov gil var olub, yoxsa sizin babanız var Və onu olub? mən deyə bilmərəm. Burada elə hamı var Mən orada. saymamışam olan pullarını deyə Aa, bilmərəm. demək bu Ramazan hanım evi bunun. əmisi, böyük Hə, əmisi. amma bu ana babasının evidir ki, bu Sovet hökuməti evlərin əlindən alanda bunun nənəsi Baba. 8 uşağına gəlib öz atasının evinə. Qaynası, Nənəm yox, anam. anası 8 uşağına 8 uşaqla yox, 5 uşaqla. 5 uşağına gəlib. 3 tanesi sonra burada olub. Ha. Burada olub 2 qardaşım, məndən böyük. Bu yaxında 99 yaşında. Nazim Nizamlı Ay maşallah, sizdə hamı çox yaşayır, Allah rəhmət eləsin. 99 yaşında bizə çatmır. Buranın elə bir Firəngiz xanım havası da gözəldir. Mən yayda o lap isti bülküdə içəri o Şirvanşah sarayının həyətində oturanda elə bir dağ havası. Ona görə ki, o dəniz səviyyəsindən 11 metr yüksəklikdədir. Yeganə yerdir ki, İçəri şəhərdə Şirvanşahlar sarayı dəniz səviyyəsindən 11 metr yuxarıda tikilib. Onda şah gəlib, Bakının elə bir ki, ən hava yaxşı olan yerində tikib də. Sonra burada Mir Mövsüm ağa tanınmış adamlardan evi olub. da. Sonra kimin evi olub burada tanınmış adamlardan? İçəri şəhərlərdən kimi tanıyırsan evini? İçəri şəhərlərdən. Kimi tanıyıram? Ha, kimin Mən bir növü burada olub.
Sonra bizim kızların öyü Burç qırağında Onda olur. bütün buranın sizin qohumlarınızın evləri olub da. Ata qonlarımın öyləri burada olur. Ha, bəs ana qohumlarınız, ana Saralıdır da İçərişəhəridir. Anam nenem, mən Səlimxanovlardandır. O mənim bibimin əridir. Bibim burada olur. Kitabullah. Bibim Kitabullah. Dalına bax o şəkilli, dalına bax. Ne yazdı bura? Piçigorsk. Ha. Fotostudiya. O vaxtda şəkil çəkdirmək hər adam imkanı yox idi. O İçərişəhər Onun Bir də bəs niyə görə ağ şalvarlı, sonra toyuq yeyən deyirlər? Niyə elə bir-birlərini ilə çağırırlar ki? Onları mən sizin yalan danışaram. Axşamlarlı vaxtı olur. Ha, İlham Quliyeva da İçərişəhəri olub da, o da Ağşalvarlı olublar. Mən bilmirəm, tam bilmirəm. Müğənni də. Çünki o deyim, mən eşitmişim, o demiş ki, mən Ağşalvarlıyam, onlar da yəqin İçərişəhəri olub. Tanımıram. O hərən bir doğumlarda olmuyor. Bunlarda Tokalı Ramazanov gedir belə. Mən öz nəsilimi Neslim Ramazanov Mahmudov. Mahmudov Neftçinov maqnat olub. Neftçinov vışqaları olub Bakının kəndlərində. Bəzi Neftçinov vışqaları Bratiya Nobellərə, Nobel qardaşlarına arenda Ramazanov verirlər. yox, Mahmud. Mahmudovlar. Hə. Hansılar var olub? Mahmudovlar isə Ramazanovlar hansı var olub? Mənə elə gəlir ki, mən yazılarına görə Mahmudovlar belə Ramazanlar zəngin tacir olublar, səhv eləmirəmsə. Amma Mahmudovlar Neftçinov Neftçinov maqnat olublar. maqnat da. Ona görə Neftçinov daha varlılar da. Ana tərəfi, ata tərəfindən də zəngin olub. Burada bir müəllə kasıb olmayıb da İçərişəhərdə. Hamısı beylər nəsillər. Hə, da şah gəlibsə bura, öz əsabələrini gətirib də yanında. Həm də sonra neft varlılar hamısı buradan olur da əksəriyyəti. O İsmailiyyənin binası var, o, hə, onun barədə nəsə danışa bilərsiniz? Yox. O İçərişəhər sayılır bəyəm, İsmailiyyə sayılır axı. Divarları qoşa qala qapılarında bitişikdir də. O Mısır namakası var idi. 13-cü ildə tikiblər O onu da İçərişəhər sonra. olmuyor, bax. Tek qala qapısından çıxan kimi şəkillərim onu var məndə. Amma evdə deyil, bilməm harada. Köhnə şəkili də var. Taza şəkili. Firəngiz xanım, o İçərişəhərlərdə loğalıq var, varlı olublar axı. İçərin ən gözəl yerində yaşayırlar. Belə kasıblara yuxarıdan aşağı baxmaq var. Yox, nə var o. Hə, loğa deyil. Hamısı təhsilli, savadlı, görüb götürmüş, varlı. Atası Germaniyada oxuyub. Hökümlü. Ramazanov, Tağı Ramazanov Germaniyada oxuyub. Sizin Mənim atınız atam Germaniyada işdi qutarıb Germaniyada. vaxtı yəqin ki. Yox, da Anam Sovetdən oxumur. qalıb. Savadsız olub. Anam çox belə hər şey necədir mənim anam yadıma gəlir. Yadımda da elə şaşşap deyir. Çarşab giyirdi mənim anam. Mənim anam çarşablı qadın olub. O vaxtda kişilər evlənəndə onlar üçün yoldaşı, hamamda anaları, bacıları seçirdi. Sizin anavız bəs necə ailə qrubu atavızla? Necə tanış olublar? Kim kömək eləyib? Şəhərit də bu burada olub mənim anam. O da orada bu babamı hamısı tanıyıb. Həcmə Sadı ilə. O babamdır, bura geç. Həcmi Sadıq. Mahmudov. Seva. Böyükqala 18 binasının sahibi. Seva maşallah 92 Sahibi yaşında yox, üzdə nura bina- baxır. Sahibi. Xəzər. Sahibi ha. Bu indi yox. elə Bu onun deyil, yoldaşıdır. Sahibi olub. Nenəndür də bu. Ha, babı da onun O yoldaşı. hökümə bax. Nənə. Gör necə hökümlü qadın. Nə xoş deyirəm də belə qadınları. Bu atasıdır. Bu amma Ramazanovdur. Ha, bu mənim atam. Bu Ramazanovun atasıdır. Ha, ve bu. Bunları necə siz muzeyə vermirsiniz? İçərişəhər Tarix Muzeyinə. Çünki buranın tanınmış adamlar, binaların sahibləridir, hamamın sahibidir. Və muzeyə necə vermirsiniz? Bu Mahmudovdur. Ailə şəkillərdə yəqin ona görə. Mahmudovdur. Görmür, ha. Bu buran. Bu binanın sahibi. Mahmudov. Dayısı, dayındır. Bunlar biri dayımdır, biri de xalamdır. Uşaqlarıdır onun, babam. Bu Neftçinov Biri maqnatı. dayımdır, biri xalam. Amma belə sadə olub adam olub, hə? Zəngin olsa da sadə adam olub da. Sonradan görən olmuyor Yox, ya. bu binada aşağı mərtəbəsində atxanası olub, təndirxanası olub, qulluqçuları çox olub. Ailə qurana qədər anamın 3 dənə evdə qulluqçusu olub hələ. Yəni bu 63-də ailə qurdu, 63-cü ilə qədər qabağında qulluqçular olub.
Və sonra örgəşmiş adam özü nətər işi bacarıb. O qaynanası Bibsin evəsində, yox. Qaynanası Bibsin evəsində. Orada aile büyüdü. Yer olmadı. Burada benim kardeşlerim evlenip gitmişti. Evi məhəllədilər. Və Firəngiz xanım Bakının indiki vəziyyəti xoşunuza gəlir, yoxsa əvvəli yaxşı idi Bakı? Hər vaxtın öz yaxşılığı vardı. Bu Brilliant və Ruka kinosu çəkiləndə burada 68-də. Yazma burada gəldilər soydu. Nesivə çəkəndə çəkildi. Burada balkonda Qaynana filmi çəkəndə də burada. Nəsibə xanım burada çəkilib. burada soydu. Bizim maşın da orada çəkilib. Mən də çəkilmişəm də epizodikdə buradan balkondan. Amma soyunub burada. Hamısını soyundu Biz gelirdi bu anasıdır. sokakta. Gittiler çekildi. Ana deyirdik biz, burada ana, ana. geldiler. Biz onun çəkildiyi bina buradadır, şəhərdədir, qaynana filmi çəkildi. Üzbüyüz binadadır. Aa, Burada gəldi soyundu. Orada çəkildi. paltarın geyini bura gedirdi. Hə. Bunlar balacıydılar böyle. Mən balacıyım. Sarı Jiguli orada düşüb, papağın maşınıdır. Maşın, bizim maşını da çektiler. Atasının maşını vardı. Mən deyim Jiguli. ki, Nəsibə xanım dahi olub da. Mən onu o qədər çox, həqiqətən dahi idi də o. Çox dahi aktrisa. Atası da anam danışırdı. Ben görmemişim Bakının atasını. köyünə şəkil. Anam danışırdı. Atası, toçna atası kimi bu. Cihangir'di de abi. Cihangir'in toçna atası kimi özünü aparırdı. Cihangir de Leylan'ın. Atasına oxşayıb da. Həm Ha. artisti, Ha. həm karakteri. Sonra həm- oğluna koyup Cihangir'e. Hə, o da gözəl aktyordur. Heyf ki Azərbaycandan gedib. Onu gətirib qoysalar teatrların birinə, gör nə qədər teatr O inkişaf çoktan edir. gidip burada. Sizin əmvinizin böyük qızın, belə danışırlar ki, rəvayət olub ki, böyük qızın qoçu sevib. Əmviz Hiç sevmiyor. istəməyib ona vermək ki, sən qoçusan da, mən ailəmdən uzaq dur. Hə. Deyiləm. Danışın da siz. Necə olub Firəngiz xanım? Onu istəyiblər. O özləri bilirlər, o vaxt istəyiblər. Qız həkimdir. Qız sonra qutardı, həkimliyi okudu. İstəyəndə bu atası verməyib bu ailəyə. Başa düşdü. Aha. Sonra ondan eve çıxırlar, elə deyirlər də. Bu uşaq bəsdən gəlməm, 14 yaş olub. 13 yaş. Qardaşı. Balaca qardaşı, Qardaşı. qızın qardaşın. Kızın gel 15 yaş oldu. Sen bilersin de burada istoriyadan. O dersten gelende öyle onu paradında olan girişen bu yanda paradındı, bu yanda pelikanlardı. Pelikanlarla çıktım. Paradında vurublar. Öldürüblər. də. Bilmirəm 13 yaşında oldu, bir 15 yaşında. Qızın qardaşı. Hətta vermədiyinə görə qisas alır da ondan, amma Ramazanov qisas almayıb deyib mən qana cavab verməyəcəm də, mən səndən şey eləməyəcəm. Qoçular burada qonşuluğunuzda qoçular olub. Yok, ben görmedim. İçəri şəhərdə olmuyor da. İndi yoktu. Siz Sovet hökumətindən qabaq Babam olub. nene Ha, üçün mən sonra Fransada olmuşam. jurnal mod yazdırırmış. Ha, onlar durur. Moda Jurnal mod. jurnalları. Fransadan. Svetnayva. Onlar da çək. Çəkəcəm. Nenem üçün bunları Ben bir kardeşim de Köy alim xanım oldu. üçün. O jurnalı Tamam. ben göstereyim. Babamdı. Bu öncesi. Oğlu kızı. Mahmudov. Mahmud'u. Bu kardeşimin kızı. Kardeşimin uşaqları. Bir de bu oğlan. Bak bu. Böyük olur sizin. Ben büyük yokum. Allah can sağ olun. Kardeşim, oğlu kızı. Büyük kardeşim. Bak bibim. Bak annem. Bu annemin oğlu. Şimdi papalyat, anam bunları yiyor. Bu anamın albomu. Bu Senfire'dir. Bak bu da oğlan. Ben oğlum. Firəngiz xanım. Bu da bibim kızı. Bak bu benim biblerimdir. Bak bu nesizlerin nenesi. Bunu çək Nəsibə xanımın nənəsi. Nesizli xanımın nenesidir. Benim bibim kızım. Bak bu da benim bibim kızıdır. Bu da bibim kızıdır. Bu da bibim kızıdır. Bunlar biblerimdir. Bunlar bibim kızları. Bak bunlara.
Gördün mü? Bu Erdoğan'ın nenesi. Leyla xanımın anası. Ha? Hə? Kaynanamın anası. Bak bu. Bu da birbirinin kızı, bu da birbirinin kızı. Bu da uğursuz birbirinin oğlanları. Beş açılıp birinci diyesen Gence'de açılıb. Qres. Bires. Elektrik Gəncədə. stansiya. Işıq. Aha, Və o mənim bibim oğlu. Bibim oğlu. Bu ikinci. O açıb onu. O Allah oxuyub rəhmət açıb. eləsin. Adı nə olub onun? Axundov Rıza. Demək Gəncədə ilk elektrik stansiyanı Biz elektrik- Hidroelektrostansiya. Ha, açıb. var bu oğlan. Allah rəhmət eləsin. Rəhmət Arvadı da bəlkə eşitmişsiniz. Doktor Bakıda doktor Mirzə Muxtar olub. Onun Mirzə Muxtarın qardaşı qızı həkimdir. Cəvahir xanım. Onun arvadı, Rızvanın arvadı idi. Bax, burada İçəri şəhəri bir dənə həşxəli olub, dövlətli. Onun arvadıdır. Bax bu. Bunlar mənim qardaşımdır, uşaqlarıdır. Ana. Anamdır, bu da anadır. Bu da anamdır. Bu da anamdır. Böyük qardaşım olub 1909'da anadan olub. 9-cu ildə. 909'da. O bıçağında. Orijini vardı. Mac Girayini'di. Bax bu anamdır qoca vaxtı. Bu mənim cavan vaxtım. Bu da böyük qardaşımdır. Bəhram Mansurov. Eldar Mansurovun atası da o, düzdür? Ha, atası Bəhram, ha, atası. Bu da mənim dayımdır. Mən bunu Bura onsuz da qurama tikirdi. O qoramaları var, nelər tikirdi. quramalarda mı saxlamışdı? Mamada bu. Ha, Bak quramalar bak. var. Hani o nedir? O nedir bunu? Bak bak. Kuşlara bak. Bunu ana kesip. Əli ilə keçmək zad yoxdur, karandaş yoxdur. Əli ilə tükürdü, kesirdi və açırdı belə. Bax, bunlar mənim qardaşlarım, bacım. Köynə şəkildi, göstərərəm sənə. Arkasına bak. Ha, yazılıb mesela. Arkasına. Deyən görüm. Bunlar, bu anam, bu heç, burada anamın şəkili, bunların şəkilləri var. Bu sensin. Ha. Bu cavanlığıdır, Frəngis. Nə qəşəng. Saçı uzun oldu. Ayrı buranı. Bax, bu qardaşımdır. Bax, bu Kamil Ramazanov, bax, bu Dilçi qardaşım. Alimodur da, Kamil Ramazan. Birinci yox. Dilçi Alim. Türkolog oldu. Aha. Dediniz nə lüğətin hazırlayır? Rusça, Azərbaycanca lüğətin müəllimlərindən biridir. Üç. O nasıl azim tomu yesin?